Hər vaxtınız xeyir olsun. Noyabrın 27-sidir və günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, noyabrın 28-nə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcək, lakin səhər bəzi şəhər ətrafı ərazilərdə az çiskinli olacağı ehtimal edilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10 dərəcə, gündüz isə 14-17 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarına gəlincə, bölgələrdə də hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı, arabir duman olacağı ehtimal edilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu isə gecə 5-9 dərəcə, gündüz isə 13-16 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 7-11 dərəcə isti olacağı gözlənilir.